Remedium Hüquq Mərkəzi şənbə günü Beynəlxalq Mətbuat Mərkəzində Öyrən, Tətbiq et, Öyrət, Təşviq et layihəsi çərçivəsində son tədbirini keçirib. Hüquq Mərkəzinin təsisçilərindən Fuad Qəşəmov təşkilatın yeni istifadəyə verilmiş remedium.az saytını təqdim edib. O qeyd edib ki, sayt insan hüquqları ilə bağlı bilgi əldə etmək istəyənlərin məlumat bankına, virtual resurs və təlim mərkəzinə çevriləcək. Layihədən sonra da saytda insan hüquqları ilə bağlı məqalələr, filmlər, fotoşəkillər yerləşdiriləcək. Saytın təqdimatından sonra Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində məqalə, foto və video müsabiqəsinin yekunları açıqlanıb. Təşkilatın sədri Əli Əliyev elan olunan müsabiqəyə hüququn müxtəlif sahələri üzrə yetərincə maraqlı materiallar təqdim olunduğunu deyib. Müsivlər heyəti müsabiqəyə təqdim olunan materiallar və uğur qazanmış yaradıcılıq işləri barədə rəy bildirib. Hər üç bölmə üzrə müsabiqə qalibləri mükafatlandırılıb. Foto və video müsabiqənin qalibləri sırasında reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları da var.